Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Space televiziyası Qarabağ Azərbaycandır verilişi. Biz bu dəfə Neftçaladayıq. Qəhrəman oğullarımızın, analarının, atalarının, valideynlərinin əlini öpməyə gəlmişik. Bax, yanımdakı bu gözəl anamız Xalidimizin bizə yadigarıdır. Atamız buradadır, Xalidimizin əmanəti. Cəmi şəhidlərimizin məkanı cənnət olsun. Şəhidlərimizin ruhuna salam verməyə getdiyimiz bu yol müqəddəs yoldur. Bizi qələbəyə, bizi zəfərə aparan yoldur. Bax, bu yolla oğullar getdilər, Qarabağı işğaldan azad etdilər. Hər birimiz üçün Azərbaycanı birləşdirdilər, suveren etdilər. Məkanı cənnət olsun oğullarımızın. Bura deməli ana, Neftçalanın aşağı Surra kəndidir, düzdür? Bəli. Xoş gördük siz ana. Çox sağ olun. Sevinə-sevinə gəlmişik amma yanınıza. Çox sağ olun. Allah razı olsun hər birinizdən. Şəhidlərə dəyər verdiyi üçün çox sağ olun. Nə bilim. Şəhidlər o qədər dəyərlidir. Bizim qəhrəman oğullarımız, bizim igid oğullarımız, Qarabağı bizə qaytaran oğullar. Sizin hər birinizin məzarı önünə gələndə qürurla gəlirik, fəxrlə gəlirik ki, Azərbaycanımızın belə oğulları var. Əslində elə Azərbaycanımızı Azərbaycan edən bu oğullardır. Burada aşağı Surra kəndində, əziz tamaşaçılarımız, 1-ci Qarabağ müharibəsindən də neçə-neçə oğullarımız olub. Neçə şəhidimiz var bizim? Deməli, 1-ci Vətən müharibəsində 12 şəhidimiz var. 2-ci Vətən müharibəsində 2 şəhidimiz. 14 şəhid cəmi. 14 şəhidimiz Bəli. var. İtkin şəhidimiz də İtkin var. şəhid 4 nəfər, o 12 nəfərin içindədir də 4 nəfərdir. 4 nəfər Bəli, itkin itkin şəhidimiz var. var. Məkanı cənnət olsun. Amin. Və oğullarımızın şəhidlər xiyabanında burada. Bəli, Eləmi aşağı bəli, Surra bəli, kəndi? bəli. Gedəyin ziyarətə, əziz tamaşaçılarımız. Sizin hər birinizə arzu edirik ki, yolunuz buradan düşəndə, Neftçaladan düşəndə mütləq şəkildə gəlib, bax bu oğullarımızı ziyarət edəsiniz. Doğma Azərbaycana, unutma şəhidlər ölməz, doğma vətən bölünməz, bir kərə yüksələn bayraq bir daha enməz. Unutma şəhidlər ölməz. Neçə nömrəli məktəbi bitirib Xalid? Aşağı Surra kənd orta məktəbini bitiribdi. Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbini. Xalid haqqında mən üçün danışmaq çətindir. Eyni zamanda qürur vericidir. Xalid mənim sevimli şagirdim olubdu. Tərbiyəsi ilə, intizamı ilə, səmimiyyəti ilə özünü sevdirmişdi. Bir vaxtlar Xalidi bir şagird kimi tanıyırdıq. İndi isə Xalidi bütün Azərbaycan qəhrəman şəhid kimi tanıyır və qürur duyur. Xalid Orucov bir daha sübut elədi ki, məktəb illərində formalaşan vətənpərvərlik hissi döyüş meydanında qəhrəmanlığa çevrilir. Bəli. Xalid Orucov həyatını vətən torpaqlarımızın azadlığı uğrunda fəda verərək ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəldi. Bir müəllim olaraq deyə bilərəm ki, biz müəllimlər belə şagirdlərimizlə fəxr edirik. Hər birimiz. Onları heç bir zaman unutmayacağıq. Hər zaman dərslərdə, siniflərdə nümunə olaraq onları xatırladacaq. Xalid Orucov yalnız ailəsinin deyil, həm də məktəbimizin, bax bu elin, vətənin evladıdır. Ruhun şad olsun, əziz şagirdim. Sənin də qürur duyuram, cənab leytinant. Allah cəmir şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət olsun. Bir müəllimin qəhrəman şagirdinin qarşısında dayanıb, səninlə qürur duyuram, cənab leytinant deməyi doğrudan da çox təsirlidir, eyni zamanda çox qürurludur. Biz də öz adımızdan, bütün Azərbaycan xalqı adından Azərbaycan müəllimlərinə təşəkkürümüzü bildiririk. Çünki bizim bu qəhrəman oğullarımıza qəhrəmanlığı, vətən sevgisini eləməz Azərbaycan məktəblərində Azərbaycan müəllimləri aşıladılar. Çox təşəkkür edirəm və bilirəm ki, bundan sonra da sizin yetirdiyiniz şagirdləriniz
elə Xalid kimi qəhrəman olacaqlar. Onlara oxşayacaqlar. Siz də müəlliməsiz. İbtidai sinif müəlliməsi sizsiz. Onda Xalidi lap uşaq vaxtından tanıyan Bəli. sizsiz. Bəli. Böyük arzuları var idi. Ən böyük arzusu da hərbiçi olmaq idi. Xalid vətənpərvər ruhda böyüyürdü. Və o böyüdü, arzusuna çatdı. Mənim üçün çox çətindir Xalid haqqında danışmaq. Çətindir, amma qürurludur. Bəli. Sizin şagirdinizdir, sizin yetirmənizdir, sizin övladınızdır. İbtidai sinif müəllimlərinə deyirlər ikinci ana. Bəli. Evdən çox sizin yanınızda olurdular da, Bəli. düzdür? Bəli. Qurban sən ağlama. Ağlasana da çıxıb gedəcəm. Xalid torpaqlarımızın azadlığı uğrunda, bayrağımızın ucalığı uğrunda ən yüksək məqama yüksəldi, şəhidlik zirvəsinə. Xalidin göstərdiyi bu nümunə bir vətənpərvərlik nümunəsidir, bir mərdlik nümunəsidir, cəsarətli nümunəsidir. Mən Xalid Orucovla fəxr edirəm. Fəxr edirəm ki, Xalid Orucovun ibtidai sinif müəlliməsi olmuşam. Biz məktəbimizdə, dərslərimizdə, qəlbimizdə hər zaman Xalid Orucovu yad edirik və həmişə də yad edəcəyik, yaşadacağıq. Mən şəhid ailəsinin qarşısında baş əyirəm. Şəhidlərimizin Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Amin. Bugün bizim üçün ağır gündür. Yəni danışmaq baxımından deyək, həm də şərəflidir. Şərəflidir ona görə ki, bir zamanlar nə isə aşlaya bildiyimiz, yetişdirə bildiyimiz gənclər bir vaxt qəhrəmanlıq simvolu olaraq, cəsarət simvolu olaraq Azərbaycan torpağının ərazi bütövlüyünün tam təmin olunması üçün cənab prezidentimizin vur əmri ilə düşmənə zərbənin necə vurulmalı olduğunu sübut etdilər. Xalid həqiqətən də cəsarət simvolu idi, qəhrəmanlıq simvolu idi. Bu elə belə deyildi. Bu ona genetik olaraq keçmişdi. Çünki Xalidin dayısı da 1-ci Qarabağ savaşında şəhid olmuşdu. İkinci faktor da ondan ibarətdir ki, Surra, aşağı Surra kəndi olduğumuz məkan həqiqətən də dövlətinə, dövlətçiliyinə sədaqət nümayiş etdirən sadiq bir kənddir. Bunun bariz nümunəsidir ki, bugün müqəddəs məbədgahda durduğumuz 14 ali ruh bizimlə bir yerdədir və inanırıq ki, bundan sonra da Xalidin yolu ilə gedən igidlərimiz çox olacaq. Vətəni hər şeydən uzaq tutan, vətənpərvərlik hissini öz müqəddəs amalına, qayəsinə, sağlam əqidəsinə çevirən gənclərimiz yetişəcək. Xalid bizim üçün fəxirdir. Həqiqətən də Xalid bizim üçün qürur mənbəyidir. 24 illik həyatında böyük bir dastan yazmaq hər bir adama nəsib olmur. O məhz Xalidə və Xalid kimi seçilmişlərə nəsib olub. Xalid seçilmişdir, Tanrı tərəfindən seçilmişdir. Ümumiyyətlə şəhidlərimizin hər biri seçilmişlərdəndir. Onlar seçilmişdirlər ki, müqəddəs kitabımızda onların haqqında ölməzlik, əbədi yaşarlıq ifadəsi işlədilir. Bir daha mən bugün Xalidin valideynlərinə, Gülnara bacıya, Salih ataya bir daha onlara həmişə dediyim kimi hər zaman biz burada Xalidin doğum günündə, anım günündə tədbirlər təşkil edirik və çox kütləvi tədbir olur. Kütlə həddindən artıq böyük bir kütlə izdiham iştirak edir. Onlara o vaxtda deyirdim, indi də deyirəm. Başınızı dik tutun. Onlar bizim alnımızdan işğal adlı bir ləkəni sildilər. Tariximizdən o qara günləri sildilər. Siz də başınızı dik tutun. Üzünüz ağdır, alnınız açıqdır. Ona görə ki, siz belə bir övlad tərbiyələyib vətənə vermisiniz. Təşəkkür edirəm. Çox doğru, çox doğru. Dəyərli müəllimimiz çox gözəl sözlər ifadə etdi. Əziz tamaşaçılarımız, doğrudan da bu şəhidlərimizin hər biri bizim niyə qürur yerimizdir? Çünki Azərbaycan xalqına bir qürur gətirdilər, bir fəxr gətirdilər. Burada müəllimimiz dedi ki, 14 nəfər müqəddəs ruh var, 14 nəfər müqəddəs oğlumuz var və bu müqəddəs oğulların içərisində burada itkin şəhidlərimiz var. O itkin şəhidlərimizi mən sizin hər birinizdən rica edirəm, həm də sizdən bunu tövsiyə edirəm sizə, əziz tamaşaçılarımız. Bir şəhidlər xiyabanına getdiyiniz anda mütləq şəkildə birinci o itkin şəhidlərimizi ziyarət edin. O itkin şəhidlərimizin o itkin ruhları ki var, biz onların hər birimiz qarşısında baş əyirik, məkanları cənnət olsun. Analar, gəlin bu itkin şəhidlərimizi burada ziyarət eləyək və adlarını bir-bir çəkək. 1993-cü ilin şəhidləridir, əziz tamaşaçılarımız. İtkin şəhidimiz Nəcəf Camal
Rızaqulu oğlu 1969-cu il təvəllüdlü, 1993-cü ildə şəhid olub. Aşağı Surra kəndinin şəhididir, düzdür? Yəqin ki, anası, atası dünyasını dəyişmiş olar, hə? Hə. Deməli, içkin şəhidimiz Məhərrəm Müşfiq Mövsüm oğlu. O da 1993-cü ilin şəhididir. Məkanı cənnət olsun bu şəhidlərimizin. Hər birinizi salamlayıram. Xalidin ailəsi adından. Mən Xalidin bibisi oğluyam. Xalidin nəşini mən gedib gətirmişəm. Əlbəttə ki, uşaqlığına qaydanda Xalidin necə vətənpərvər olduğunu mən hiss edirəm. Ta ki, uşaqlığından bugünkü günə qədər hiss edirəm. Çünki Xalid o qədər yollar keçmişdi ki, əvvəli Naxçıvanski, sonra akademiya, bunları oxuya-oxuya Xalidin mən hər dəfə görəndə Xalidin vətənpərvər olduğunu, əlbəttə bəs qədər müəllimlərimiz danışdı o barədə və sonda Xalidi yola salmağa gedəndə, yəni Xalidi mən gətirməyə gedəndə o yola salan orada igidlər ki var idi, onlar məni qucaqlayıb bağrına basırdı ki, atasına, anasına da bizdən salam deyərsəm və fəxr edirik ki, belə bir şəhidimiz. Mən, əlbəttə bütün şəhidlər biz üçün əzizə, Allah Quranda onlara yer verir, şəhidlər ölü deyir, şəhidlər diri deyir və Allah yanda onlar ruzu yerlər. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin və bir də nəzərdə çatdırım ki, bu surra əhli, bu surra cəmatı, Neftçalar aşağı surra cəmatı, bu şəhidlər xiyabanın artıq böyük bir ziyarətgaha çeviriblər. Mən kəndin adından deyə bilərəm ki, hər cümə axşamı, cümə günləri diqqət eləsək, hər gün, həftənin hər günü burada adam olur, ziyarətə gəlirlər. Bu bizim üçün böyük bir fəxirdir. Əlbəttə şəhidlər, bütün Azərbaycan şəhidləri bizim baş tacımızdır, bizim qeyrət simvolumuzdur bunlar. Allah vətənimizi qorusun, xalqımızı qorusun. İnşallah ki, Xalid sevərlər, bütün şəhidlər sevərlər. İtkin şəhidlərimiz, məndən 2 yaş böyük olan Salam var burada. Gəlin ziyarət edək, gəlin bura. Gəl əziz qardaş. Şəxsən tanıdığınız? Bəli. Salam İslamoğlu. Salamın atası mənim anamla xaloğlu xala qızı. Yəni bir yerdə oxumuşuq. Ən yaxın qohumlardır. Obursu, bəli, şəhid Babək Zakiroğlu, bütün şəhidlərimiz. Allah, bax Cəlal Əhmədov mənlə bir yerdə böyüyüb boya başa çatan, hətta bizə idman dərsində kömək eləyən bütün şəhidlərimiz, Allah hamısının ruhunu, həqiqətən müəllimimiz dəyərli sözü dedi, bunlar seçilmişdilər. Bunlar hamısını bir, bax burada Rahim, şəxsən mən uşaq vaxtı mənə boynuna qaldırırdı, futbolu aparırdı. Futbolda, bax bütün şəhidlər, istər Vüsalı olsun, istər Zabili olsun, Azərbaycanımızın əlbəttə bütün şəhidləri bizim baş tacımızdır. Amma mən əvvəl dediyim kimi, bu şəhidlər xiyabanı artıq bizim üçün böyük bir ziyarətgaha çevrilib. Hətta biz burada məclislər qeyd eləmişik, ehsanlar eləmişik burada. Cəm şəkilində burada durub namazlar qılıb, dualar eləmişik. Əlbəttə şəhidlərimizin ruhuna və öz mənfəətimiz üçün, Allahdan özümüz üçün bağışlanmaq və sonda bütün şəhidlərin qarşısında mən baş əyib, Allahdan arzu edirəm ki, Allah onları Peyğəmbər Əhl-i Beytlə məşhur eləsin və qiyamət günü Xaliddən də istəyəm o ki, mənə də şəfaətçi olsun. Şəhidlər şəfaətçi olacaqlar. Allahdan istəyirəm ki, Allah bütün şəhidlərimizin ruhun duası qərar versin və bu surra əhli, Neftçalar aşağı surra əhli, ümumiyyətlə Neftçalar rayonu çox hörmət qoyur və bir də arzum budur ki, Azərbaycan xalqı şəhidlərin unutmasınlar inşallah. Allah sizdən razı olsun, Allah köməkdir olsun. Çox təşəkkür edirəm. İtkin şəhidlərimizi burada ziyarət elədi, əziz tamaşaçılarımız. Məkanı cənnət olsun, bu şəhidlərimizin nəşləri tapılmayıb bu günə qədər də. Bu şəhidlərimizin çoxunun valideynləri bu dünyadan göz açıq getdilər. Oğul həsrəti ilə getdilər. Oğlumdan bir xəbər almaq arzusu ilə yaşadılar, amma o arzu ilə gözlərində getdi. Amma bizim Vətən müharibəsinin
şəhidləri, o zəfəri bizə yaşadan şəhidlər bir çox bizim analarımızın, atalarımızın da o gözünü yoldan yığdılar. Çünki Vətən müharibəsindən sonra bizim torpaqlarımız işğaldan azad olunduqdan sonra neçə-neçə bizim şəhidimizin, itkin şəhidimizin nəşi tapıldı. Dövlət səviyyəsində, çox yüksək səviyyədə onların yenidən dəfn olunması, o mərasimlər keçirildi. Bax, buna görə də dövlətimizə, xüsusilə Ali Baş Komandana təşəkkürümüzü bildiririk ki, dövlət səviyyəsində bu işlər həyata keçirildi. Məkanı cənnət olsun. Düzdür, bu oğulların məzarı yoxdur, bu oğulların nəşi bilinmir hardadır, amma onların ruhu Azərbaycan səmalarındadır, onların ruhu Qarabağdadır, qəlbimizdədir, hər zaman yaşayacaq onların ruhu. Diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. Biz hər zaman Qarabağ Azərbaycandır verilişi olaraq Azərbaycanın rayonlarında Şəhidlər Xiyabanına gedəndə o Şəhidlər Xiyabanının səliqə səhmanına, təmizliyinə çox diqqət edirik. Bura o qədər təmizdir, əziz tamaşaçılarımız. Mən Neftçala cəmaatına, aşağı Surra cəmaatına təşəkkürümü bildirirəm. Şəhidə dəyər vermək elə buradan görünür. Buranın səliqəsi, səhmanı, buranın təmizliyi həqiqətən göz oxşuyur. Cəmaata təşəkkür eləyirik. Doğrudan şəhidinə dəyər vermək, şəhidinə diqqət göstərmək təkcə dildə deyil, əməlimizdə də göstərməliyik. Biz məsələn proqram olaraq hara gedirik, yol kənarlarında şəhidlərin adına olan bulaqlarımız ki var. Görürsən indi hava şəraitindən asılı olaraq o bulaqların üstü bir balaca toz olur. Biz mütləq şəkildə düşürük, o maşından düşürük, deməli silirik, təmizləyirik. Biz gözləməməliyik ki, şəhidlərin bulağı, şəhidlərimizin adına asılan bayraqlar, şəhidlərimizin məzarını şəhid ailəsi təmizləməməlidir. Yox. Biz özümüz Azərbaycan vətəndaşı olaraq bunu özümüz etməliyik ki, şəhidin valideyni, şəhidin əmanətləri yadigarı, şəhidin məzarının üstünə gələndə gəlsin, görsün ki, təmizdir, güllüdür, çiçəklidir. Bunu biz etməliyik və övladlarımıza bunu qardaş aşılamalıyıq ki, biz bunu ənənə şəklində davam etdirməliyik. Burada bizim bir qardaşımız var. Şəhidimiz Eldar Abasağa oğlu Rəhmanovun qardaşıdır. 94-cü ilin şəhididir. Biz əminik ki, bugün onların ruhları həqiqətən də şaddır. Çünki onların işğaldan azad olunan torpaqlarımızda bugün artıq quruculuq, abadlıq işləri görülür. Həyat orada yenidən dirçəlir, gül çiçək açır. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Mən bütün şəhid valideynlərinə səbir dözüm arzulayıram. Çünki onlar igid qəhrəman valideynləridir. Mən onların nələr çəkdiyin, nə hiss yaşadığını daha yaxşı bilirəm. Çünki mən özüm də şəhid qardaşıyam, şəhid Eldar Rəhmanovun qardaşıyam. Mən bilirəm ki, onlar valideynlər nə hisslər keçirir. Onlar bugün alnı açıq, dik, necə deyim, yaşamalıdırlar. Çünki onların oğulları igid, vətənpərvər bir ruhda böyümüş və Allahın dərgahında da uca məqama layiq görülmüşlər. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Belə, bu qədər. Allah sizi var eləsin. Eldarın anası, atası. Bəli, Rəhmanova Narınc Lətif qızı anamdır, anasıdır şəhidimizin. Rəhmanov Abasağa Böyükağa oğlu şəhidimizin atasıdır. Bu gün çox sağ olun. Onların da adından sizə öz təşəkkürümüzü bildiririk ki, bugün siz gəlmişsiniz, çəkiliş aparırsınız. Allah Xalid qardaşımızı rəhmət eləsin, ruhu şad olsun. Bütün şəhid ruhları qarşısında baş əyirik. Allah. Biz də şəhidləri dünyaya gətirən anaların qarşısında baş əyirik. Eldarımızın anası, Eldarımızın yadigarı Narıncana. Sizi görməsəm də oğlunuz buradadır. Elə sizin əmanətiniz, Eldarınız buradadır. Elə bildim ki, sizi görürəm, əllərinizdən öpürəm. Əziz ana, Allah sizi var eləsin. Mənə dedilər ki, tez-tez yığışıb gəlirsiniz bura, şəhidlərin ziyarətinə. Hə, tez-tez yığılıb gəlirik. Bəli, bütün mövludlarda, ondan sonra illərində, anım günlərində uşaqların ziyarət olunur həmişə. Kənd sakinləri, cümə axşamlarıdır, cümə günləridir. Ziyarət, məsciddən çıxıb gəlirlər burada da ziyarət edirlər şəhidlərin, uşaqlar hamısı ziyarət edir.
Allah kəndimizdən də razı olsun. Xalid özü də ki, bayaq təmizlikdən danışdınız. Xalidin özünün də bir xüsusiyyəti var idi. Çox təmiz, səliqəli idi. Hərbçilər təmizkar oldu. O qədər təmiz idi ki, o uşaq məktəbə gedib gələndə hamı onu həsəd aparırdı ki, bunun üstü heç vaxt batmır. Yəni o cür səliqəli idi. Özü də harada gedirdi, məskunlaşmağı xoşlayırdı. Ötərqi getməyi xoşlamırdı. Çastında da Xalid elə bir şəraitləri yaratmışdı ki, bəli. Hamam xarab idi orada, hamam saldırmışdı. Usta qardaşını apardı orada. Getdi qardaş, gedək orada əskərlər narahat olurlar da təmizliyə görə. Hamam tikdirdi, hovuz tikdirdi çastının həyətində. Hərbi hissəsində, bəli. Çox yəni, hara gedirdi, məskunlaşırdı. Yəni, hara gedirdi, oranı abadlaşdırırdı. Elə eləyirdi ki, abadlaşsın hər yer. Kəndimizdə də Xaliddən sonra bura həqiqətən də çox abadlaşdı. Buranın işığı yanmayıb. Elə bilirəm ki, bizim həyatımız təmizlənib. Demək ki, hər axşam işığı yanır. Hər axşam bura elə bil ki, cənnətdir də demək olar ki. Bir ziyarətgahdır da. Bəli, işıqlar yanır. Bizim ziyarətgahımız elə şəhidlər xiyabanıdır. Şəhidlərimizin uyuduğu məkandır. Uzaq-uzaq ölkələrə, müqəddəs məkanlara getməyimiz çox gözəldir bir müsəlman olaraq. Amma gedə bilməyənlər belə, siz elə şəhidlər xiyabanına gəlsəniz, şəhidlərin məzarını ziyarət etsəniz, elə bilin ki, ən müqəddəs məkanları, hətta Kəbəni belə gedib ziyarət edib gəlmiş kimisiniz. Çünki bizim Kəbəmiz elə şəhidlər xiyabanıdır. Azərbaycan xalqını bir edən, bir xalqın başını uca edən, bizim orada Xocalıda başına min bir müsibət gətirilən gəlinimizin, qızımızın, 80 yaşında qoca babamızın, körpə-körpə balalarımızın başına gətirilən o müsibəti ki, o qisasımı ki aldılar, bax bu oğullar. Qisas alan oğullarımız təbii ki, bizim elə Məkkəmizdilər, Mədinəmizdilər. Xalid özü də söz vermişdi. Nurani xanım həmişə deyirdi ki, ana darıxma, qardaşının qisasını alacam mən. Həmişə deyirdi. Deyirdi ki, yəni ki, daimin qisasını alacam. O şəxsən elə demək olar ki, ona görə hərbini seçdi. Hərbini seçəndə heç mən razı deyildim də. Amma dedi, narahat olma. Müharibə başlayanda da dedi ki, ən sevincimin həddi hüdudu yoxdur ana. Həqiqətən də çox narahat idim də, darıxırdım. Yəni bilirdim bizi nəsə gözləyir. Deyirdi ki, mənim ən sevincli günümdür. Yəni bizim ana istəyirik ki, səsimiz Şuşadan gəlsin. Elə deyirdi. Həmişə onu deyirdi. Deyir, axır elə bil ki, döyüşlər gedəndən harca 5 gün, 6 gün sonra zəng elədi. Ana, onu bilginən ki, qardaşının qisasını almışam demək olar ki, çox. Özü də dayısı şəhid olduğu yer, Füzulidə şəhid oldu Xalid. Demək sizin qardaşınız da Füzulidə şəhid olub. Bəli. Füzuli döyüşləri də bizim Qarabağ müharibəsinin ən çətin döyüşləri olub. Elə 1-ci Qarabağ müharibəsində də Füzuli döyüşləri çox çətin döyüşlər oldu. Vətən müharibəsində də bizim Füzuli döyüşləri bizim qələbəyə gedən yolun giriş qapısı oldu da. Oldu, bəli. Danışırdı da, deyirdi ki, ana, narahat olma, həmişə deyirdi. Qələbə bizimlədir. Qələbə bizimlədir. Axırıncı günü də bizi ilə danışanda zəng elədi, 12-15 dəqiqə işləmiş. Hamımızla halallaşdı. Əvvəl mənə dedi ki, atama da salam deyərsən. Atasına da ağsaqqal deyir. Ağsaqqala salam deyərsən. Deyərsən ki, yəni, çıxışa gedirik, elə deyirdi. Çıxışa gedirik, qaydandan sonra saat 3-də qayıdıb zəng eləyəcəm. Özü ürəyi ilə başarmamışdı. Sonra atasına da zəng eləmişdi. Atası ilə də danışmışdı. Halallıq almışdı. Ki, ata haqqı halal elə. Belə də deyil. Bəli. Əksər şəhidlərimiz çox qəribədir ki, şəhid olacaqları günü sanki biliblər, hiss eləyiblər. Ona görə biz deyirik ki, onlar seçilmişlərdilər. Şəhadət qusulu almışdı o. Hətta onu dedim. Hətta kəndə getmişdilər. Uşaqlar üçün gördüm ki, fanta qutularında ilman su aparır. Dedim, Xalid, onu niçin aparırsan, nə qurban? Dedi, aparım, özüm burada yumuşam, uşaqlar da qoy yunsunlar, şəhid olanda təmiz olaq. Şəhid olanda təmiz olaq. Allah. Can ana, belə igid oğul böyütmüsünüz, bizim üçün böyütmüsünüz. Bax, o üç rəngli bayraqlarımız üçün böyütmüsünüz. O üç rəngli bayraqlarımız bugün Xan kəndində ki dalğalanır, o Azərbaycan üçün böyük bir qürurdur. Siz oğullarınızı gözünüzü qırpmadan Azərbaycan uğruna şəhid verən, Azərbaycan uğruna qurban verən qəhrəman analarsınız. Biz, əziz tamaşaçılarımız, biz bu anaların qarşısında
baş əyməliyik, diz çökməliyik, əllərindən öpməliyik. Bax beləcə sizin əlinizdən öpürəm bütün tamaşaçılarımız adından. Sizin oğullarınız, hər oğul bir evin çırağıdır. Hər oğul şəhid olmağı ilə bərabər bir atanın belini bükdü, bir ananın saçını ağartdı. Amma Azərbaycanımıza bir şan şöhrət gətirdi. Can ana. 7 aydı nişanlıydı. Söz vermişdi ki gələcəm. Toy hazırlığı görürdük. Ona görə heç inanmağım da gəlmirdi. Yəni Xalid nəsə gözləyər. Xalid nişanlısına da söz vermişdi, amma axırıncı çıxışında uşaqlara da demişdi ki, evlilər, uşağı olanlar arxada qalsın. Mən sapyor idi Xalidin işi. Mən çıxardım minaları, siz aparın. O şəhid olandan sonra uşaqlar gəldi ziyarətinə. Dedi, xala, özü onu istədi. Yəni mən subaya Dedi, mən ən azından mən nişanlıyam, amma sizin övladınız, yolunuzu gözləyən var evdə. Xalid vətənin hamıdan üstün tutdu. Anadan da, yardan da üstün tutdu. Ruhları şad olsun. Bütün şəhid balalarımızın məqamları uca olsun. Amin. Məqamları uca olsun. Zaten məqamları ucadır. Bu kənd cəmaatı, indi siz də kəndin sakinisiniz, kəndin ağsaqqalısınız. Kənd cəmaatı bu şəhid ailələrinin hər zaman yanında olur. Əsas məsələ bu bir. Evlərində də ziyarət olunur. Müəyyən günlərdə həmçinin qəbr üstü ziyarətlər olunur. Bayaq Kərbəla qardaş da qeyd elədi. Hətta burada biz gecələr gəlib xalçaları səlib namaz da qılmışıq. Burada. Yad eləyirik daim. Kəndimizdən də Allah razı olsun, həqiqətən də dəyərləndirirlər. Cəmaatın birliyi var mı? Bəli, vardı. Burada həqiqi mənada bəlkə deyərdim ki, təxminən 6000-ə yaxın əhalisi var Surranın. Deyərdim ki, onun bir 80-90% dəfnində iştirak ediblər. Şəhidlərin dəfnində. Allah ruhlarını şad olsun. Bəli. Allah ruhlarını şad olsun. Allah razı olsun cəmaatdan. Cəmaatımızın birliyi çox önəmlidir. Çünki biz o dəmir yumruq ki vardı, bizim Ali Baş Komandanın şuarı, biz o dəmir yumruğu bax bu oğulların sayəsində qazandıq. Bizi bir edən, bizi dəmir yumruq edən bu qəhrəman oğullarımız oldu. Və o birliyi biz yaşatmalıyıq, davam etdirməliyik. İnşallah, bəli. Çünki onlar bizim üçün, bu birliyimiz üçün şəhid olublar. Əgər rahat həyatda yaşayırıqsa, övladlarımız təhsil alırsa, biz onlara borcluyuq. Yəni onların sayəsindədir. Allah ruhlarını şad eləsin. Çox sağ olun. Amin, əziz qardaş. Elə biz hər zaman aşağı Surra kəndinə gələndə sizi bax beləcə birlikdə görək. Həqiqi kəndimə çox minnətdaram. Kəndim həqiqi də çox dəyər verir. Yəni bizim hər birimizə. Yəni bir şəhid atası kimi yox, bir insan kimi bir-birimizə biz həmişə dəyər veririk. Ya Hacı dedi, yəni belə də ki, Neftçala qəhrəmanlar diyarıdır. Bu 100%-dir. 100%-dir. Bizim Həsənabad qəsəbəmiz var. 3 milli qəhrəmanı var. Balaca bir paşyorkada heç bir yəni emblemi ölkə şeyində tapırlar ki, yəni belə bir şey var. Bir kiçik qəsəbədə 3 milli qəhrəmanı. Bu heç bir yerdə yoxdur. Nə də tapa bilməzlər. Yəni o Neftçala həqiqi də qəhrəmanlar diyarıdır. Biz də onların bir sakinlərindən biririk burada. Yəni mən Xalid haqqında məndən çox, yəni müəllimələri, anası məndən çox bilir. Mən özüm ölkədə çox olmamışam. Yəni işlə bağlı işləmişəm, yəni zəhmətlə. Vallah nə deyim? Hələ bu günümüzə şükür, bizə bugünkü gündə əgər bu danışmaq nəsiblisə, danışırıqsa, rahat şəkildə danışırıq da. Bugünkü gündə rahat heç kimdən çəkinmirik, eləmirik, danışırıq. Yəni biz onlara borcluyuq. Mən burada 2 sinif yoldaşım bir dəqiqə bu məzarda uyuyur. Bir Rahim, Səlimov Rahim, bir Camal İçin qardaşımız. Şəhidlər. Şəhid, ikisi də şəhid. Sizlər sinif yoldaşı olublar. Bəli, sinif yoldaşım olub ikisi də. Yəni mən fəxr edirəm ki, mən yəni Azərbaycanlı olmağımla fəxr edirəm. Həqiqi mənada deyirəm bu. O mən sual da verəndə niyə bəlkəmdə çox narahat olmusunuz elə deyirəm ki, o Çin birinci vətəni olmalıdır.
əsl kişinin vətəni olmalıdır. Evladı Allah ola bilsin, o qədər ailələr var, bu göz qabağındadır. Yəni evlad vermir ona. Amma insanın vətəni olmalıdır. Vətəni o. Vətənimiz buradır. Bəli, bizim vətənimiz buradır. Vətənimizin sərhəddi də buradan başlayır, sərhəddimiz də burada bitir. Bəli. Siz Allah sizdən də razı olsun. Space kanalına çox dərin təşəkkürümü bildirirəm. Allah razı olsun sizlərdən. Yəni mən sizə çox minnətdaram. Mən televiziyada hər sizin veriliş gedəndə 100%, yəni diqqətlə uşağa da deyirəm, səs salmayın. Yəni Şəhidimizi göstərir. həqiqi mənada bu səmimiyyəti çox xoşlayan adamam. Yəni mən xoşum gəlmir nəyəsə xatir danışmaq. Heç vaxt istəməmişəm bu şeyi. Heç vaxt. Özümə də aid tərifi istəməmişəm ki, qıraqdan mənə, yəni olmayan tərifi el gözünə təriflənim. Yox, bu şeyi heç vaxt istəməmişəm. Yəni kənd cəmaatı bilir. Allah razı olsun hər birindən. Yəni bugünkü gündə burada and olsun Allaha, bayaq da dedim, bir də xırda bir sözüm lazım idi ki, burada olun. And olsun Allah şahidimdir ki, 90% burada olmalıydı kəndin. Yəni Şəhidinə demək ki, dəyər verən çox böyük. insanlardılar. Allah razı olsun hər buranı, birindən. bu gördüyünüz bu məkanı, bu kəndim, yəni kəndim uşaqları. Tikib ustalar. düzəldiblər, hə? Bəli, bəli, Bravo. Allah razı Bravo. olsun. Belə yəni çox böyük zəhmətləri olub. Vallahi mən özümü bu uşağı dəfn eləyəndə mən özüm qalmışdım kənarda. Axırı dedilər ki, şəhidin atası deyə qoyçumuza gəlsin. Yəni elə elir, and olsun, Allah şahidimdir. Elə elirdilər ki, elə bilirdim ki, elə bu Xalidin atası hamı Xalidin atasıdır. Yəni burada qadınlar olmur, dəfində kişilər olduğunu. And olsun, onlar mən zorla bir dənə gətirdilər ki, yəni belədir. Yəni mən kəndimə çox bağlıyam. Burada rayonda kəndimə bağlıyam. Respublikada rayonuma bağlı adamam. Allah yenə də bundan sonraki günlərimizi xeyirliyə calasın inşallah. Əmin-amanlıq olsun, müharibə Allah olmasın. dövlətimizi qorusun. Amin. Rahatdır, Qonşu yəni. kənddənsiz siz. Hə, Aha, bu qonşu. Sizin kəndin adı nədir? Kür Qarabağ. Kür Qarabudaq. Qarabağ. Kür Qarabucaq kəndi Neftçalanın. Şəhidimizin adını zəhmət olmasın. Aslanov Ağasadıq. Ağasadıq. Hərbiçi idi, Bəli, Ciziri. gizir. Pulu aparatları idarə edir də. Pulsuz O aparatlar. Elmdar sənin qısa suallam yazılıb ha. Bax, Bəli. o bunun oğludur. Elmdar Səfərov. O şeyin üstündə yazmışdı, Duaların o üstündə puanın yazıldı. üstündə yazmış ki, Elmdar sən qısa su alıram. Həmən oğlan sizin oğlunuzdur. Bəli, onun Yəni oğlu. bizim oğlumuzdur. Ağasadıq babun. Ağasadıq. Məkanı cənnət olsun. 120 obyektiv Aha. dəqiqliyi ilə vuran oğlan bunun oğludur. Ağasadıq Bax bizim. belə bir qeyrətli kişinin oğludur. Əslində bax bu şəhidlər elə ən cəsarətli, ən cəsur, ən qeyrətli Azərbaycan kişilərinin oğludur. Bilirsiniz, hər evdə oğul böyüyür, amma hər evdə şəhid böyümür. Hər evdə oğul böyüyür, hər evdə hərbiçi olmur ki. Hərb sənəti, bu qəhrəmanlıq xüsusi qabiliyyətdir, xüsusi istedaddır. Hələ müharibəyə getmək, müharibənin o dəhşətlərinin içərisində biz müharibəyə elə sıradan baxa bilmərik. Müharibənin adı müharibədir. Müharibənin o, hətta biz filmlərdə belə səsini eşidəndə vahimələnirik. O vahimənin içərisində, o müharibənin içərisində bir addım belə geri atmayan Azərbaycan əskəri 44 günə irəliyə gedib Qarabağı xilas elədi. Qarabağı işğaldan azad etdi. Bax sizin kimi kişilərin halal çörəyi ilə böyümüş oğullar. 43 gün vurur. Bəli, 43 gün. Deməli onda noyabrın 8-i 8-də. dəfn elədi. Noyabrın 7-si onda şəhid olur. Hə, getdi 8-də, hələ 7-sində dəfn elədi. 8-i Hansı ərazidə şəhid olmuşdu? Daşaltda. Şuşada. 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 Mən Şuşalıyam, mənim torpağımda. Məkanı cənnət olsun. Şuşa uğrunda döyüşən oğullar. Hər biri sentyabrın 27-sindən müharibə başlanan gündən hər birisinin arzusu o idi ki, mən Şuşanı, Xankəndini xilas eləyəcəm. O Qarabağın elə bil ki, o üzük qaşını xilas eləyəcəm. Məkanı cənnət olsun oğullarımızın. 44 günlük Zəfər Savaşında ilk günlərdə, sentyabrın 27-si, 28-i günlərində də bizim xeyli şəhidlərimiz oldu, qəhrəman oğullarımız. O müharibənin ilk günü çox ağır döyüşləri idi.
bircə gün yox, bircə saat belə döyüşmüş oğullarımızın hər biri bizim üçün qəhrəmandır. İlk öncə Neftçala əhalisini salamlayıram. Bildiyiniz kimi biz 1-ci Qarabağdan döyüşlərindən bugünkü günə kimi hər zaman bizdən böyüklər də, biz də təşkilat olaraq xidmətdəyik. Xidmətimiz nədən ibarətdir? Bayaqlar qardaşımız Xalid şəhidimizin qardaşı, dayısı səhv eləmirəmsə, vurğuladı ki, mənim bir arzum var ki, şəhidlər unudulmasın. Əlbəttə, bizim təşkilatın da məqsədi, məramı ondan ibarətdir ki, bütün bölgəmizdə şəhidlərimizi tanıdaq, kimlərə tanıdaq, bizim yeni yetmələrimizə tanıdaq, gənclərimizə tanıdaq. Necə ki, Xalidin timsalında bizim şəhidlərimiz 1-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərin tarix yoluna nəzər yetirib şəhid olublar. Və arzulamırıq ki, bizim bugündən belə sonra şəhidlərimiz olsun. Biz onu arzulamırıq. Sadəcə olaraq bizim məqsədimiz odur ki, bizim şəhidlərimiz unudulmasın. Hər birimizin borcudur. Yəni belə deyək, hal-hazırda səngərdə olan əsgərlərimiz də bizim üçündür. Biz də onlar üçün çalışırıq. Və bir daha şəhidimizin yaxınlarına, anasına və kənd əhalisinə səbir diləyirəm və əlbəttə məqamları ucadır. Şəhidlərimizin ruhu da bizim yanımızdadır. Biz də bir sadə vətəndaş olaraq hər zaman anaların, şəhid analarının, ailələrinin yanındayıq. Xidmətindəyik, qulluğundayıq. Bax, əsas məsələ odur. Şəhid anaları hər zaman söyləyirlər ki, bizim oğullarımızla bir yerdə döyüşən oğullar, indi məsəl üçün bugün o qazilik statusunu daşıyan oğullar, elə veteranlarımız vətən müharibəsində iştirak edən oğullarımız da belə oğlumuzun adından gəlib qapımızı döyəndə, qapımızı açanda biz sevinirik, qürurlanırıq. İndi deyin görüm Xalidin adından, Xalidlə bir yerdə döyüşənlərdən gəlirlərmi sizə? Gəlirlər, ziyarətinə gəlirlər. Unutma şəhidlər ölməz, doğma vətən bölünməz. Bir kərə yüksələn bayraq. Əziz tamaşaçılarımız, burada bir qəhrəman şəhidimiz də var. Neftçala igidlər diyarıdır, Neftçala qəhrəmanlar diyarıdır və 1994-cü ildə şəhid olmuş bir qəhrəmanımızı da ziyarət edirik. Şəhid Şaiq Sadayoğlu Məmmədov 1974-cü ildə doğulub və 1994-cü ilin qəhrəman şəhididir. Çox sağ olun. Biz təşəkkür edirik ki, həmişə işıqlandırırsınız bu şəhidlərimizi. Çox sağ olun. Mən şəhidin deyək ki, ortancıl qardaşıyam. Bu bizim kiçik qardaşımızdır. 94-də şəhid olub. Demək, şücaətləri çox olub bunun. Hər yerdə, Ağdamda döyüşüb, Ağdamda. Çox çətin, 4 il döyüşdə olub. Atəşkəssə, demək olar, atəşkəsdən bir gün qabaq rəhmət edib. Xalidin atası demişəm, hər dəfədə televizor efirlərdə izləyirik sizləri, gəzirsiniz. Amma biz xoşlayarıq ki, bəzi kanallar da beləcə işıqlandırsınlar. Amma bu günləri bunların böyük bizim həyatda yaşamağımız üçün canlarından keçmələri, bu günləri biz rahat yaşayırıq. Bunlar gündə yada düşməli insanlardır. Bunlar yada salınmalı insanlardır. Yaddan çıxmamalıdır. Çox sağ olun. Mən də təşəkkür edirəm ki, vallahi həqiqətən də belə gəzirsiniz elə rayonlarımızda. Belə xoşa gələn efirdir ki, bu işıqlandırırsınız. Çox sağ olun. Razı olsun. Mən 1-ci Qarabağ müharibəsinin şəhidləri haqqında hər zaman danışanda söyləyirik ki, o oğullar hələ bizim o ordumuz tam olmadan, hələ ordu quruculuğuna yeni Azərbaycan başlayırdı. Və əli yalın, deyək ki, bir rayonumuzu, bir kəndimizi bir tank müdafiə edirdi. O tankın da ya benzini olurdu, ya olmurdu. 5 nəfərə bir avtomat olurdu, ya olmurdu. Bizim ailəmizdən də döyüşənlər olub. Mənim də dayım döyüşüb, Ağdamda döyüşüb, komandir batalyon olub. Mənim yadımdadır ki, dayımgilin ayağına yara düşmüşdü. Çünki heç ayaqqabıları yox idi geyinməyə. Amma ona baxmayaraq, o oğullar döyüşdülər. Bilirdilər ki, arxadan onlara kömək gəlməyəcək. Amma buna baxmayaraq
şahid kimi oğullar geri çəkilmədilər. Ölümün gözünə dik baxırdılar, ölümün üstünə gedirdilər, amma döyüşürdülər. Birinci Qarabağ müharibəsində o oğullarımız döyüşməsəydi, Azərbaycanın başına daha dəhşətli faciələr gəlib çıxa bilərdi. Ona görə biz Birinci Qarabağ müharibəsinin şəhidlərini heç vaxt unutmamalıyıq və elə bizim bu vətən müharibəsində döyüşən oğullarımız da böyük əksəriyyəti soruşanda görürsən ki, dayısı Birinci Qarabağ müharibəsinin şəhididir, əmisi, babası. Demək ki, evdə, ailədə onlara artıq o şəhidlik məqamı nədir, onu aşılayıblar. Məqamı cənnət olsun. Sinif Həm də yoldaşı. yaxın dostuyam. Mənim bir dostum şahiddir, bir dostum da orada uyuyur. Vüsaldır, Tağıyev. O itkin şəhidlərdəndir. Xeyr, Vüsal Tağıyev. Amma bir yerdə də Zabillə döyüşə, iyun ayında Zabil Əsgərovla bir yerdə getmişəm döyüşə. Şahidlə demək olar ki, bir yerdə Ağdamda çin-çinə olmuşuq. Allah rəhmət eləsin bütün şəhidlərimizi. Bunlar da mənim ən yaxınlarım idi, əzizlərim. Bütün şəhidlər bizim əzizlərimizi, yaxınlarımızı. Demək istəyirəm ki, o 94-dən, 92-ci ildən gör neçə illər, yəni ki, bizim müddət olmayan günlərdə, yəni ki, biz 44 günlük müharibə bütün şəhidlərimizi Allah rəhmət eləsin. Yəni ki, sayla olan gün idi. 44 gün bir mübarək rəqəmdir, müqəddəs rəqəmdir. Amma bizim vaxtımızda elə bir şey yox idi. Yəni ki, müddətsiz bir şeydir. Həyatdan əli üzüyün bir müddət idi ki, o yəni ki, fikirləşmirdik ki, biz nə vaxtsa biz bu şeyi qutarıb gedə bilərik. Yəni torpaqlarımız da yəni ki, canımızdan keçirdik, qanımızdan keçirdik ki, bu torpaqlar azad olunsun. Amma ki, o baxmayaraq o vaxt ki, yəni döyüş üslubu tam başqa idi. Allah ordumuzu qorusun. Mən də yeganə bir oğlum var, o da bir də Ensali hərbi hissədə zabitdir. Özün hərbiyə atdı, hərbiçidir. Yəni ki, o da əmlərinə baxdı, yaxınlarına baxdı. Döyüşmüsünüz Qarabağda. Özünə o yolu seçdi. Əsl kişi sənəti. Allah bütün ordumuzu qorusun, şəhidlərimizi rəhmət eləsin. Bu qədər. Amin. Məkanı cənnət olsun. Qəhrəman oğlumuzun məkanı cənnət olsun. Şaiqin anası, atası da dünyadan köçüb, dünyadan köçən anaların, ataların da ruhuna salam deyək mənim əzizlərim. Biz Neftçaladayıq. Bura Neftçalanın aşağı Surra kəndidir. Gördüyünüz kimi Neftçala cəmaatı həm 1-ci Qarabağ müharibəsində, eyni zamanda Vətən müharibəsində, aprel döyüşlərində, antiterror əməliyyatlarında qəhrəman oğulları ilə seçilib. Bu elin, bu obanın oğulları hər zaman Azərbaycanın başının üstündə bir qara bulud olubsa, ayağa qalxıblar, vətən sənin köməyinə gəlirik deyiblər. Bura müqəddəs bir yerdir, əziz tamaşaçılarımız, müqəddəs bir ocaqdır. Yolunuz buradan düşəndə, Neftçaladan düşəndə yolunuzu mütləq aşağı Surra kəndindən salın. Bu qəhrəman oğulları siz də ziyarət edin. Əziz tamaşaçılarımız, şəhidlərimizin bir-bir adlarını söyləyək və ruhlarına salam deyək. Demək, şəhidimiz Rahim Əliağa oğlu Səlimov 1970-ci ildə anadan olub, 1994-cü ilin şəhididir. Neftçala aşağı Surra kəndi. Şəhid Vüsal Ənvər oğlu Tağıyev 1974-cü il təvəllüdlüdür, 1994-cü ilin şəhididir. Məkanı cənnət olsun. Burada aşağı Surra kəndində 4 nəfər də bizim itkin şəhidimiz var. İtkin şəhidimiz Nəcəf Camal Rızaqulu oğlu 1993-cü ilin şəhidi. İtkin şəhidimiz Məhərrəm Müşfiq Mövsüm oğlu 1993-cü ilin şəhididir. 92-ci ildə şəhid olan bizim şəhid oğlumuz şəhid Zabil Qabil oğlu Əsgərov, məkanı cənnət olsun. Ən çətin döyüşlərdə döyüşən oğullardır aşağı Surra kəndinin oğulları. Yenə itkin şəhidimiz Babək Zakir oğlu Günəşov 1992-ci ilin şəhididir. Burada isə 1994-cü ilin şəhidi itkin şəhid Salam İslamoğlu Babayev. Bu şəhidlərimizin heç birinin nəşi bu günə qədər də tapılmayıb. 1994-cü ildə şəhid olan Eldar Abasağa oğlu Rəhmanov aşağı Surra kəndinin igidlərindən və burada Əhmədov Calal Niftullah oğlu 1994-cü ilin şəhidi. Məkanı cənnət olsun bu qəhrəman oğullarımızın və aşağı Surra kəndində bax bu 1-ci Qarabağ müharibəsinin igidlərindən sonra
Xalid adlı qəhrəman bir oğlumuz, leytenant hərbiçi Xalid Salih oğlu Orucov öz qəhrəmanlığı ilə nəhayət ki Qarabağ torpaqlarını işğaldan azad etdilər. Cənab leytenant, ruhun şad olsun, ruhuna bugün salam verməyə gəldik. Bilirik ki, sənin də ruhun və şəhid qardaşlarının da ruhu şaddır. Siz öz canınızla Qarabağı işğaldan azad edib Azərbaycana qovuşdurdunuz.